Qarabağ Abız klubu Columbus Crew-ya satdığı Nəriman Axundzadənin adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb. 22 yaşlı forvardın doşqalan yerinə yalnız klubun akademiyasının yetirməsi göndərilə bilər. Baş məşqçi Qurban Qurbanov isə böyük boşluğu 15 yaşlı gənc hücumçu Əli Bəsirov ilə doldurmağı düşünür. Təcrübəli mütəxəssis qış fasiləsi zamanı yeniyetməni Türkiyə toplanışına aparıb, yoxlama oyununda ona şans verib və Əli özünü yaxşı tərəfdən göstərib. Bir müddət əsas komandanın məşqlərində iştirak edən gənc hücumcu artıq Qarabağın Çempionlar Liqasındakı sürpriz fişinə çevrilməyə ərəfəsindədir. Fevralın 18-də Bakıda, 24-də isə Newcastle-da keçiriləcək Qarabağ-Newcastle play-off maçlarında gənc hücumçunun meydandakı çıxışı böyük maraqla gözlənilir. Baş məşqçi düşünür ki, böyük cəsarətli addım Əli Bəsirovun oyunu Çempionlar Liqasına böyük sürpriz gətirə bilər. Nəticə, Əli Bəsirov Çempionlar Liqasında Qarabağın sürpriz silahına çevrilə, veteran komandaları sarsıda bilər. Qurban Qurbanov risk edir, amma risk olmadan qələbə olmaz.